Zapçastı ucuz olan maşınlar hansılardır? Zapçast deyəndə ehtiyac hissəsindən söhbət gedir. Əlbəttə ki, söhbət xarici maşınlardan gedir. Ən kasıb malı siyahının birinci yerində. Aha, hansı? Hə, deyin görün. Mən adını demədim. Onu siz yazın. İkinci yerdə Hyundai Kia'dır. Bəli, hər iki markanın ehtiyac hissələri şor qiymətindədir və hər şeydə tapılır. Elə burada məsələ də budur ki, hər cür detal tapılır deyə zapçast ehtiyac hissəsi ucuzdur. Yəni bugün firması da, orijinal detalı da ucuz olan nisbətdə ən yaxşı sayılan markalar Hyundai Kia'dır. Başqasını düşünüb beyninizi gücə salmayın. Yapon maşınlarından danışmağa ümumiyyətlə dəyməz. Çünki bu ölkə üzrə maşınlar üçün daha çox orijinal ehtiyac hissələri satılır deyə onlar bahalı olur. Bir tək Toyota Corolla'ya ucuz bir çox şeylər tapa bilərsiniz. Sırada daha bir marka var. Chevrolet, Cruze, Malibu və Aveo modelləri. Bu maşınlara da hər şey kilona ucuzdur. Sonraki pillələrdə ümumiyyətlə Yapon da olsalar köhnə maşınlardır deyə köhnə Prius, Insight'lar var məsələn. Çeşka, Yeşka da ucuz deyil, deyim sizə. Ölxanadan tapa bilərsiniz. Ən yaxşı zapçastı, o da ucuz deyil. Məsələn, dörd-gözün hava ölçən cihazı, yəni vozduxameri, üstdən çıxma olanı 140 manatdan ucuz deyil. 2.2 dizellərdə ən çox sıradan çıxan detal da məhz budur. Bahalılar, əl yandıran zapçastlar isə əlbəttə ki, Yaponlara aiddir. Əsasən də Mazda və Honda'ya.